Gündəm xəbərinin efirində mühüm bir xəbəri diqqətinizə çatdıracağıq. 27 may tarixidir. Belə ki, Ermənistanın parlament sədrinin İlham Əliyev haqqında haqlı olduğunu söylədiyi fikirlər Ermənistanda böyük rezonansa səbəb olub. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı bəyanatlarına münasibət bildirib. Ermənistan kütləvi informasiya vasitələri yazır ki, Simonyan prezident İlham Əliyevin bu fikirlərini normal adlandırıb. Biz də Azərbaycana qarşı ərazi iddiaları irəli sürürük. Özümüz bunu görməzdən gəlirik. Lakin Azərbaycanın atdığı addımlar qarşısında bu təbii sayılmalıdır deyə Alen Simonyan bildirib. Simonyanın bu açıqlaması Ermənistanda müəyyən siyasi dairələrdə rezonansa səbəb olub. O bu fikirləri ilə Azərbaycanın Qərbi Azərbaycan mövzusunu qaldırmasının müəyyən əsaslara söykəndiyini dolayısıyla etiraf eləmiş olub. Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam edir və rəsmi Bakının Qərbi Azərbaycanla bağlı tarixi mövqeyi regional gündəmdə qalmaqdadır.